Hay salam aleyküm güzel insan. Ne tersen ne var ne yok. Salam, salam, sən də tanışın, belə də. Mən istəyirəm ki, bu son xəbərləri xüsusilə də bu deyirdin ki, İran uduzacaq. İran artıq İran Amerikaya belə bir nətər deyim, ya elə bir obraz yaradıblar. Ya da həqiqidir, ya da yalandandır. İranı hələ şeyə çəkirlər, belə deyək. Tuzağa çəkirlər. İki variant ola bilər də. İndi nədir, nə demək istəyirsən bu İran barədə? Hara gedəcək bu? Mən belə qoyuram kameranı, səsin mikrofona yaxşı gəlsin. Sən danış, eşidirəm mən. Danış. İran məğlub olub da, yəni İrandan nə qalıb ki, İran nə var ki, bu gündən sonra hələ may ayının axırına kimi də müharibə geçirdi. İsraillə Amerika yenə vurur İranı. Yəni bu bizdən geriyə burada dönüş yoxdur. Amerika kimi bir dövlət İranlı istədən nail olmadan oradan geri çəkilən dövlət. Bunu yani bütün şehirler de, siyasetçiler de deyir, gedişat da onu gösterir ki, burada İran'ın qələbəsindən söhbət gedə bilməz. Bunu kim deyirsə, adam ruhu xəstədir. Nə qələbə? İran, yenə deyirəm, yəni İranda elə bir vurulmayan obyekt demək olar qalmır. Burada hansı qələbədən danışır bilər? Yenə təkrar edirəm, Amerika itirdiği dəmir dümürdür, başka işte itirmir kardeş. Bunu özü istinsallayır, özü itirir. Burada böyle bir şey, fəlakət yoxdur. Hörmüz boğazı deyirlər. Hörmüz boğazı Amerika ümumiyyətlə lazımdır. Amerikaya 400 milyarda yaxın zərbə dəyibdir. Ziyan da təkcə 250 milyardlıq bazalar vurulubdur. Bazalarda nə oyunda hamısı hesablanır. Bunu bugün Respublikaçıların partiyasının toplantısında Trump'ı qınayaraq dedilər bunu. Yəni pul elə belə şey deyil, 250 milyar. Baxmışam, yəni impeachment elan etdilər Trump'a. Ümumiyyətlə Trump'ı Amerika xalqı sevmir. Trump qol gücünə gəlib oturdu orada. Yəni aydın məsələdir. Orada Trump hərdən xəyal siyasətçidir, amma İranda dəqiq İsraillə bir mövqeydədir. İsrail də istədiyinə nail olmadan Amerikadan əl çəkən də öyle. Başarsan mı? İsrail olmasa Ərəb dünyasına Amerika nəzarət edə bilməz. Onların neftini 50-60 ildir Amerika daşıyır. Qətərin də, Səudiyanın da, Irak'ı da neçə ildir daşıyır. Yəni hamısına. O İsrail... Məncə onu İrana göre, İranla qorxudur Ərəb ölkələrini. İsraildən niyə qorxsun? Onların başında duran elə Yahudilərdir, Ərəb ölkələr olsa da. İndi İsrail'le qorxudur. Bilirsən nəsə, burada Qabil, sən özün yəni bu neçə ildir siyaset olmasın da 9-10 ilə yaxındır siyasətlə məşğulsan da. Bu dünya kartasına baxanda, dünyanın gedişatına, gəlişatına baxanda yani İran'ı bu günləri müdafiə edən təsəvvür edən bir dənə dövlət yoxdur. Orada Yemen'de bir hürsülərdir, bir də o nədir, Livan'da nədir o, Hizbullah'da nədir? Valla İlham Əliyev kimi sən tərsinə danışırsan. Deyirsən İran'ı müdafiə edən yox, əksinə Trump'ı müdafiə edən yoxdur. Qalıb ortada, Avropada, Trump'ı, bugün Almanya belə son o Yahudi qırğınından sonra ilk dəfə Almaniyada belə İsraili qırdı qələmini, nətər deyim. İtaliya, ümumiyyətcə, bir-bir əlaqələri kəsdilər. Siz deyirsiniz elə İran əksinə Amerikanı tək qalıb ortada. Amerika tək qalsa da Amerika nəhəng dövlətdir, süper державаdır. Amerikanın yəni iqtisadiyyatı bəllidir. Abi yenə yalan danışıram, xoşuma gəlmir danışıram. Valla Amerika harda hansı ölkəylə Amerika Vietnamda bir dəqiqə, Vietnamda uduzluğa çıxdı. Amerika Afqanistan'da uduzluğa çıxdı. İraqı pay eləyənmədi, İraqı məhv elədi. Zaten poxa döndərdi. Amerika hansı savaşda uddu, haranı bir bay elədi, de görək. Abi, mən xoşa gəlmək üçün danışmıram. Reallıqdan danışıram, xoşa gələ də bilər, gəlmə də bilər. Yəni bir gündən reallıq odur ki... Abi siz reallıqdan danışırsınız deyilsə, amma reallıqdan danışmayırsınız axı. Bugün atəşkəs təklif ediblər Livana.
İspaniya, Fransa, İtalya, Almanya, Britaniya kimi ölkələr hamısı İsrail, Amerikanın arxasını çevirdi. İlham Əliyevdir ki, İlham Əliyev pusat İrana yaltaqlanır. Sepahın dalına girmək istəyir. Xırda dövlətlər, yəni Azərbaycan kimi İlham Əliyev olmuş kim olur olsun, bu dünya siyasətə heç bir təsiri yoxdur. İstəyir dalına girsin, qabağına girsin. O elə bir, bu öz şurasını qorumaqdan ötəri olan idi. Bu dünya siyasətə heç bir adiyyəti yoxdur. İlham Əliyevin hara girməsinə aslı olmayırlar. Dünya siyasəti İngilislər müəyyənləşdirir. Bunu təkrar demişəm mən. Baş sistemi Yevreylərin əlindədir, maliyyə Yevreylərdədir, siyasət İngilislərdədir və onlar da müəyyənləşdiricilər. İlham Əliyevdir, xırda Erdoğan da bunlar heç bir rol oynamırlar. Pafoslu çıxışlar kimə lazım? Nə qədər çıxış elirsə elə, nə qədər basıb bağlısa bağlı, nəticə axırda görüncüdür. Bu müharibələrdə ya Rusiyanın qələbəsi yoxdur, yəni Ukrayna ilə başlayan 5-ci il gedir. Mən o əvvəldən demişəm, Rusiyada məğlub olacaq, İran da yerlə yeksandır. İran, İraq gündə düşübdür. Get Qardıqalı səfərə. Bir esnə bombalayanda İrandan heç də qalmır. Qutardı getdi, bu bitdi bu söhbət. Yəni o informasiyaya baxmayın, kim ağzına gəlir danışır, kim nətər istəyir elə danışır, kimə sərf eləyir, o cür danışır, o cür şərh eləyir. Reallıq budur ki, Avropa qoca qitədir. Axırda Amerika da Avropa deyənə gəlməlidir. Dünya Avropadan başlayayım, Avropadan bitəcəkdir. Bunu mən deyirəm. Mən ölürsüz, sağ qalarsınız. Yox, sözündə bir həqiqət var, bəy, sözündə həqiqət var belə ki, Amerika, yəni Trumpdan yox, başqa bir cürə siyasətində Avropa öz müttəfiqlərlə nətərdir, dalaşmasa, dost müttəfiq ilişkiləri içində addım atarsa, İranı da məğlub eləyəcək, hələ çox şey məğlub eləyəcək. Amma Amerika, Trump ilk başda səhv elədi də, Kanadaya ərazi iddiası, Danimarkaya ərazi iddiası, nəm 51-ci ştatım Kanada olacaq, Meksika belə, Avropanın prezidentləri düzdür qabağına uşaq kimi azarladı. Belə Trump qalib olanmazdır qadası. Qətiyyən, Trump, yəni Amerika Trump demək deyil. Trump kimiləri Amerikaya çox gəlib gedibdir. Amerika siyasəti demokratlar müəyyənləşdiricidir. Trump indi bir müddətdən sonra stroydan çıxır gedir, ola bilsin onunla cinayət işləşdirilər, sağ qalsa əgər. Amma demokratlar hakimiyyətə gələcəkdir, Rusiyada müharibə dolar son qoyucudur, İran məsələsi bir dəfəli yekunlaşdıracaqdır. İki imperiya ikisi də darbadan dağılacaqdır. Bunun başqa bizə tarixi gedişdir, bu tarixi zərurətdir. Bunlar başlayıbsa, axıra çıxmalıdırlar. Sən yadındadırsa, bilmirəm, cavansan, SSR dövrü, dünya deyir ki, SSR dağıla bilməz. Bütün dünya qabağında diz çökürdü. Gördü necə dağıldı SSR, getdi. İndi Rus imperiyasının darbadan dağılıbdı, ilişiyi qalıb. İlişiyi qalıbdı. Ona Trump gedən kimi demokratlar hakimiyyətə gəlib son qoyucudur, Ukraynanın qələbəsi, Ukraynanın ərazi bütövlüyü bərpa olucudur. O cümlədən İranla parçalanacaqdır. Bunun başqa çıxış yolu yoxdur. Sepah da ləğv olucudur. Sepah demək olar ki, onların liderlər 90% məhv olubdur, yerdə qalan gədə-güdədir, komanda biri hara gəldi atırlar. Bu yəni reallıqdır. Mən izləyirəm, hər şeyi görürəm. O qədər milyardlarla maya qoyulan müharibə nəticəsiz qutara bilməz. Bu mümkün olmayan bir şeydir. Yəni Trump hərdən xəyaldır, mən də sənə razıyam, yatır, səhər başqa söz deyir, günorta başqa bir söz deyir. Amma Amerika siyasəti müəyyənləşdirən arkada qüvvələr durumdur. Aydın. İstəyirsən biraz temanı dəyişək. Aydındır sizin həmişəki fikirlərinizdir. Abi siz özünüz də... Abi siz özünüz də Bakını gözəl tanıyırsınız. Hər küçəsini, hər tinini, bucağını. Bu sular gəldi, yollar dağıldı, çöktü, asfaltlara zərər dəydi. Niyə təmir edilmir? Niyə belə edilir? Yəni ölkə bərbad vəziyyətə qalıbdır, baxan yoxdur. Bir Leyla ilə Alyona düşüb ortaya, o da əvvəl gündə düşürdülər, indi 10-15 gündən bir poz verirlər. Nə fikirləşirsiniz? Bu Bakı belə hara gedir? Buyurun. Qabil,
Bakının bilmem sen tarixini bilirsən, bilmirsən. Vəli Axundovun dövründə bu Bakı kanalizasiyası qurulubdu. 1 milyon insana nəzərdə tutmaq kanalizasiya sistemidir Bakıda. Yani Heydər Əliyev və Vəli Axundovun dövrü, bu yaşıllıqlar da Vəli Axundovun dövrü salınıbdı. Kanalizasiya sistemi de o dövrdə 1 milyon insana müəyyənləşdirilib çəkilibdi. Bu günlər nə qədər yamaq vursa, calaq vursa xeyri yoxdur. O kanalizasiya sistem dəyişməlidir. Sistem dəyişməkdir də milyardlarla pul lazım. Bu pulları basıb yiyiblər. Harası bürsə, təmizləsə də yenə yağış yağan kimi yenə yollar elə olacaq. Turbalar kanalizasiya çəkib çatdıra bilmir. Bugün Bakıda 5 milyona yakın insan yaşayır. Əvvəlki deməli 1 milyon nəzərdə tutulan kanalizasiya bugün 4 milyon üstüne gəlib hemen. Bütün sular o turba çekip okura bilmir. Hardınsa patladıp çıkmalıdır. Yani bir yağış ne kadar yamasalar, ne kadar geçtirir xeyri yoktur. Kanalizasiya sistemi opki değişmelidir. Əhali artıbdır. 4 dəfə Bakıda əhali artıbdır. 5 milyona yakın qeyri-rəsmi insan yaşayır Bakıda. Yani mən qeydiyyatı qoyuram qırağa. Xarici vətəndaş, rayonlar axı gəlib, hamı Bakıdadır. Əhalinin tən yarısı 50%'dan çoxu Bakıda yaşayır. O kanalizasiya çatdıra bilmeyecek, mümkün değil. Sistem değişmelidir. Hem hakimiyyətdə sistem değişmelidir Örümçəkdə, hem de kanalizasiya. Bunlar ikisi de değişmese xeyri yoktur. Boş söhbətdir. Bakının strukturunu qura bilmirlər, yolları nizamlaya bilmirlər. Müsəmmalı Aziyada Singapurda yollar 2 mərtəbədir, bir də tıxaç yoxdur. Bunlar milyardları yiyiblər qabil. Neftarima zavodu Bakının mərkəzindədir. Mərkəzində. Dünyada belə şey yoxdur. Neçə 100 hektar ərazisi var. Şeydən başlayıb Köroğludan, Keşkiyə kimin Neftarimanın ərazisidir, hamısı kəndlərdir. Düz Bakının mərkəzi. Bunu çıkartmadılar Bakıdan. Deniz qırağında neft yağ zavodu. Denizin qırağında. Bunları milyardları yediler bu zavodlar şəhərin mərkəzə çıxmadı. Eğer müharibə ol 5-6 hərəkət düşsə başını heç kim söndürə bilməz. Mümkün deyil. Düz şəhərin mərkəzidir. Yani bundan ötürü milli hakimiyyət lazımdır. Vətənin, milletin qaydına qalan bir hakimiyyət gəlməlidir ki bunlar olunsun. Bunlar başlarını itiriblər, bunlar yiyib dağıdıblar, bunlar indi çıxış yolu axtarırlar. Bugündən sonra Bakının kanalizasiya sistemi dəyişməyə milyardlarla pul lazım. Bilmirəm bu pulları var, yoxdur. Büdcəni deyirlər, bax belə, bostan belə büdcədən xalqın xəbəri yoxdur. Net fondu var orada, nə var, nə yoxdur, hara xaçlayırlar, bilən yoxdur. Öz qayıqlarına xaçlayırlar da, hara gedər, vabank gedirlər da. Yəni İlham Əliyev rejimi vabank gedir, harada qırılar. Bütün siyasette hakimiyyəti qorumaya yönəlibdir. Yani İrana deyirsən yaltaqlanırsa, ancaq öz hakimiyyətlərin qüdrəti ötərdir. Millətdən, dövlətdən ötər, bunlar heç bir addım atmırlar. Bunlar ancaq öz hakimiyyətlərin ömrünü uzadırlar. Bütün diktaturalar belədir. Bu göz qabağında olan şey. Bu İlham Əliyev Türkiyəyə getdi. Bəzi məlumatlarda yazırlar ki, məktəbdə hücum oldu, amma məktəb məsələsi deyil. İlham Əliyev sizcə Türkiyəyə niyə getdi belə soxa-soxda? Vallahi ondan mənim belə məlumatım yoxdur. Niyə getməyini bilmirəm, izləməmişəm. Yəni Türkiyə yağın ki özünə dayaqdan ötər gedərlər. Erdoğan'dan dayaq istəyir. Amma mən belə fikrim alsam, biz İlham Türkiyəyə getdi deyiləndə, elə bu gün elə səhər təzədən hamı paylaşır, Türkiyəyə getdi. Amma belə götürəndə kardeşim zad dediyini görmədik. Hələ heç kim heç nə yayımlamır. Çünki demək ki, qucaqlaşsaydılar, bir səmimi kardeşlik boynunun qucaqlasaydı bir-birinin çıraz yayardılar əvvəlki vaxtlar kimi. Amma hələ ki belə bir şey görmürük biz. Görək dalı nətər. Qabil, dünyada gedən siyasi prosesler, yani Türkiye ne var sıkıldıysa İlham Əliyevə qoz qoymayacaq. Burada söhbət dövlətin siyasetinden gedir, şəxslərdən getmir. Erdoğan İlhamı Liboyevrimi bada verə bilər. Liboyevrim ya. Yani özün qorumaqda. Erdoğan da diktatordur. 24 yılda hakimiyyətdədir. İlham Əliyevdən nə qabaq gəlib hakimiyyətə. Yani onunla o kadar cinayetler var ki Türkiye'de. Törətmədiyi bir hadisə qalmayıbdır. İlham Əliyev üçün onu 2 vurulsun 2 de bada vermər.
İlham Əliyev mən keçən dəfə dedim 4 yolda qalıbdı. Bilmir hardan yapışsın. Böyük güclərin arasında qalıbdı. Bir tərəf Amerikadır, bir tərəf Avropadır, bir tərəf Rusiyadır, bir tərəf İrandır. Burada siyaset aparmak İlham Əliyev üçün çok çətindir. Bu Avropa seçmir ona göre ki bu demokrat değil, bu diktatordur. Diktatorlara el uzadır, ikisi de can verme üstünde can verirler. Yeganə burada Amerika'dır ki, Amerika İsrail'dir ki, var diyene bakmalıdır. Bunun başka çıkış yolu yoktur. Bəy, mənim fikrim Ermənistanda bilirsiniz bir ay neçə gün qalıbdı seçimlərcə. Mənim fikrimcə, şəxsən mənim fikrimcə Paşinyan seçiləcək, amma sonra qarşıdurma olacaq. Sizin fikriniz nədir? Məsələn, Paşinyan seçiləcək, seçilməyəcək, qarşıdurma nə zaman ola bilər? Rusiya hansı mövqe? Yerevanda qarşıdurma olsa da zayıf olar. Əvvəlki kimi gözlədiyimiz gibi olmayacaqdır. Paşinyanı Ermənistan xalqı sevir. Ermənilər bizdən fərqli olaraq, bizdən ağıllıdırlar. Siyasəti qəşəkdir. Mən sənə bir dənə söz deyim. Sən bax, Paşinyan Ermənistan kartası sınasok kimi əlində gəzdirir. Paşinyan hələ belə siyasetçiyle o kartanı ona göre elinde gezdirir ki Ermeni halkı bu olan 29 bin kvadrat kilometre biz koruyup saklamalıyız yoksa o da elimizden geçiydi. Onu dünyaya gösterir nasıl kimi gezdirir ki bu bizim arazidir. Onlar Ermeni bilir ki Paşinyan bilir ki Ermənistan devleti Azerbaycan torpağında yaranmış bir devlettir. Ona göre onu nasıl kimi elinde gezdirir dünyaya beyan edilir ki bu bizimdir. O da bilir ki Rus'un beyrəsi çökür, Ermənilər yaxşı siyaset edir. Paşinyan da əla siyaset. Rus'un beyrəsi çökəndən sonra Ermənistanın əl atasa bir yer qalmayıbdır. Amerika buna uzaqdır. Avropa işləyə bilməyəcəkdir Ermənistana. O qorxur ki bütün Turanın içində Ermənistan buxarlanıb yoxa çıxsın. Ona göre Uzunacığı Ermənistan kartasının elinde gəldirir her yerde. Uzunacıq kimi taxır. Yani Paşinyan ağıllı adamdır. Paşinyan siyasetçidir. Sualımdır. Son olarak bu Xalq Cəbhəsinin Əli bəyin durumu nə yerdədir? Cəbhəçilərin Əli bəydən məlumat alalım, yaxşıdır vəziyyəti, içərdən məlumatlar verir ki, xalq birləşməlidir, hamı zindana bir yerə vurmalıdır çəkişi. Bizdən qabil, yəni mən Avropadakilər də, buradakilər də bilirsənmi, hamı öz siyasetin yeridir. Azərbaycana müxalifət Xalq Cəbhəsidir, sən də bilirsən ki, başqa bir müxalif qüvvə yoxdur. Heç vaxtı bax elə demək sizə sərf eləmir, nə də Əli bəyə sərf eləmir ki, bircə dəqiqə, hamı Əli bəy ətrafında birləşsin, ölkədə müxalifət. İlham Əliyev, düz danışmırsan burada sən. Əli Kərimli ki, bircə dəqiqə, axırıncı iki çıxışında İlham Əliyev Avropa narahat edir. Avropadakılar Qənimət bəyindən belə, yəni burada çox insanlar var. Yəni Azərbaycanda müxalifət hardadır? İlham Əliyev istəsə quş uçmaz, göydə quşu uçurtmaz. Qaldı ki, o deyir sizi ancaq Əli Kərimli. Belə götürəndə sanki hansısa bir pillələrə çatıbmış kimi danışırsınız, amma gündən günə, aydan aya, ildən ilə Xalq Cəbhəsi zəifliyibdir. Sanki siz nəsə əldə eləyib, siz müsavat eləyə bilməyib, Ümid Partiyası eləyə bilməyib, deyək ki, başqa Real Partiyası əldə eləyə bilməyib, belə danışırsınız. Heç vaxt da dünya praktikasında son... Görəcək. Siz deyirsiniz ki, xoşun gəlsə də budur, gəlməsə də budur. Olmaz mı? Ben öyle demirəm. Yok, cemaate məlumat vermək lazım deyil. Sən qabil bir mənə baka danış. Sən bu günlərin qoy bir nəfər mənim qabağıma ki, bu siyasi arenadadır, siyasi meydanın bu partiya fəaliyyətdədir. Aydadanam, güya Xalq Cəbhəsi Azərbaycanda fəaliyyətdədir ki. Mən Xalq Cəbhəsi qoydum qırağa, sən dediyin, mən deyirəm ki... Aydadanam, bizə dəqiqə, Əli Kərimlinin, bizə dəqiqə. Müsavatın Gənclər Komitəsinin sədri bugün kim təyin elədi? İlham Əliyev. İlham Əliyev nə təyin elədi? Öz yanına təyin elədi. Neydi o Tural Sadıqlı danışır? Orxan Həsənovdur, nə hər nəysə.
Hər neysə, bu Əli Kərimlin yanındakılar hamısı İlhamın yanındadır. Razidən belə, Qüdrət Həsənquliyevdən belə. Sonra götür qadası Fuad Qəhrəmanlı, ondan qabaq dedim o kino rejissor xaindir, xain çıxdı. Sonra götür Qüdrət Həsənquliyev, nə deyəsin o adını sən decinəm, Fuad Qəhrəmanlı gəldi. Fuad Qəhrəmanlı əvvəlcədən desəydi çox yaxşı qarşılayardıq. Hakimiyyət açıqlayandan sonra deyir özümdə olmamışam, mənə eləyiblər. Hər neysə, qadanam, sən elə danışırsan ki, güya ki, Azərbaycanda bir partiyalar nəsə bir iş görübdür. 10 nəfəri bir dəqiqədə ki, danışmağa nə var ki? Elə xalq elə danışır, tüpçat cəbhəçilərdən də betər danışır. Sən mənə de görüm, qadan alim, bir 10 nəfəri yığıb aksiya eləmək mümkün deyilsə, demək ki, heç nə yoxdur da ortada. Bir əlinə danışarsan, sənə bir daha sual verim. Deyirsən belə elə. Əli Kərimli nə etməlidir, etməyibdir. Onu mənə deyən ki, bax, bunu etməlidir, etməyibdir. Dinən, göstər. Axırıncı dəfə Xalq Cəbhəsinin Avropada dayağı hansıdır? Birini deyirəm elə. Hansıdır Avropada dayağı Xalq Cəbhəsinin? Kimdir? Ben bilmirəm. Ant təşkilatıdır Qənimət bəydir. Üstəlik də çox böyük fəallar, fəaliyyətdə olanlar var. Axırıncı dəfə haçan miting eləyiblər, aksiya eləyiblər? Harada? Avropada. Bir axırda var, Amerikada oldu da, şəhərləri, Tofiq Yaqubun oğlu yılınladı və salam. O Xalq Cəbhəsi mi elədi ki onu? Tofiq Yaqubun oğlu atasına görə elədi onu. Tofiq Yaqubu da Xalq Cəbhəsinin üzvüdür, nə dəxli var? Özü, yalan danışırsan, bəy, Tofiq Yaqublu Xalq Cəbhəsinin üzvü deyil, Müsavatın üzvüdür. Xadir Ayşə mərkəzi üzvüdür, öyle Milli Şuranın. Adam Milli Şura var, Milli Şura ilə cəbhəni izoliyasiya eləmək üçün. Milli Şura niyə yaradılar bilirsənmi? Nəzarətə görə yaradılar, vəssalam. Hər nəyə görə yaradıblar da, bu günlərim olanımız bu meydanda budur. Hacı, meydanda yoxdur axı. Niyə yalan? Ay başı gəlməyəm, bax gəldi. Sən... Adı içərlər, ay sağ ol, bax. 5 dənə nəfərlik bir aksiya eləmək mümkün deyilsə, mübarizə mi var? Müxalifət mi var? Mən sənə deyirəm ki, Əli Kərimli nəyi eləməlidir, eləməyibdir, göstər. Elə Avropada cəbhəçilər, cəbhəyə yaxın olanlar, cəbhəyə bağlı olanlar hamısı aksiyalar eləyə bilərdi, bircəcik mənim efirimə çıxa bilərdi. Haradadılar? Efirə çıxmaqla heç də dəyişmir. Nə dəyişir? Ay ki, deyirsin, efirə çıxmaq, elə danışırsan ki, ay ki, efirə çıxmaqdan heç nə olmur, meydana çıxa bilmirlərsə Azərbaycanda müxalifət var, belə şey mi olur? Ay qardaşım, bu Əli Kərimli yazıqdan nələri eləmədi, adam mənə bax, əsir yesir olubdur, adamın bir Allahı var, adam bir, mən başım... Ay adam, bir yaxşı, indi bir dənə bir şey deyirəm. Xalq Cəbhəsi hansı nailiyyəti əldə elədi? 30 ildə. Bu vaxta kimi Azərbaycanı Koreya olmağa qoymadı, Türkmenistan olmağa... Azərbaycan Koreyadan betərdir, xəbərin var mı? Yox, yalandı, elə... Ay qadan alim, bax, qulaq asın, burada deyirəm. Türkmenistan sərbəst ölkədir. Türkmenistandan Avropada qaçqın mən hələ görməmişəm. Hamısı qəşətdə olan. Qoymurlar, bırakmırlar. Nə danışırsan, Koreyadan belə gələn var burada. İndi deyirsən Türkmenistandan gəlməyə qoymurlar. Koreyadan gələn, qaça yollar Şimali Koreya, Cənubi Koreya yoldan gəlirlər. Hə, buyur. Şimali Koreyadan oraya heç kim gəlmir, Türkmenistandan qoymurlar. Bu bir mənalıdır, bu diktatör ölkədir. Əli Kərimlinin zəhmətin yerə vurmaq olmaz. Abi, biz zəhməti yerə vurmuruq. Biz deyirik ki, Azərbaycanda müxalif fikirli insanlar çoxdur, nəinki müxalifət. Amma biruzə verməyə imkan yoxdur. Sən deyirsən müxalifət var. Bax, mən bir dəqiqə də bax, sən deyirsən Azərbaycanda müxalifət var, mübarizə burada olmalıdır. İlham Əliyev deyən deyirsən də sən. Yaxşı, Azərbaycanda mübarizə burada olmalı deyirsən. Mübarizə paran var mı orada? Hamısı ya içərdədir, ya da çölə çıxmağa... Başqa nə var mı? Əli Kərimin nə var mı? Abi, içərdə də 45 nəfər var da, o xalq cəbhəçi, cəbhəyə aid olan. Qalanlar haradadır?
bir qala öldürüblər, mənə asıblar, sürgün elə qaçırıblar da. Yəni sürgün eləmədikləri minlərlə adam var. Səsini çıxarda bilirmi? Bir partiyada 100 bin adam varsa 100 binde ses çarpır. Onun içinde 1000 nefer çağırırsa bəsdir. O 1000 neferle anasını ağlar koyublar da. Adam işten çağırdılar, aç koyurlar. Atasını işten çağırdılar. Ada bax, mən deyəni deyirsən də, mən deyəni deyirsən. Demək ki, Azərbaycanda iş görmək, müxalifətçilik eləmək mümkün deyil. Döl elin Avrupa'da size kim ne deyir? Kaçsın elimizə yapsın. Yox, sənin həmişə bir sözün var, bəzilərinin, o cümlədən İlham Əliyev də, rejim də adamı istedi kimi danışır, meydan buradır, meydanda olmalı. Da nə meydanda olmalı? Bütün Paşinyan özü xaricdə yetişdi. Hamısı var, bir dənə gör nə deyəm də, son zamanlar 10 nəfər hakimiyyətə gəlibsə, Zelenskidən belə, onun 9'u xaricdə yetişibdir. Güzel qulaq asla mən sənə deyim. Xaricdən hakimiyyətə gətirib otururlar. Ona müxalifət lazımdır öyle. Bu bir. İkinci de... Abi kimi gətirib otuzdururlar? Ay niye belə kök? Bak kimi gətir, xaricdən deyirsən, kukla kimi gətirib otuzdururlar. Azərbaycandan getmədi söhbət. Mən təkcə Azərbaycan demirəm. Xaricdə sadəcə şərait yaradırlar danışmağa, mübarizə aparmağa, özünü xalqa tanıtdırmağa. Sonra da bəli, dəstək verirlər. Diyalog açıb getmədi. Sən fikri mədinə ki, sən nə istəyirsən, mən ona cavab verim. Yoxsa belə... Yox, mən sadəcə dedim ki, vəziyyət necədir? Siz hər zaman dediniz, sözü dediniz ki, hamı, nə bilim, birləşsin, partiya var, burada... Mən dünən siyasətə gəlməmiş və gündə birindən sözünə baxıb fikir dəyişəm. Fikir məndə bir dənədir. Başa düşsənmi? Kimcə yaxşı danışır, onu əl vuracam, səhər başqasını əl vuracam. Mən yarpaqda öləməsəm. Mən mövqeyim var, aydınla mövqeyi ortaya qoymuşam. Bu gündən hal-hazırda Azərbaycanda bunu dəfələrlə deyib və üstə də dururam. Müxalifət deyəndə hakimiyyət təzyiq olan yeganə qüvvə Azərbaycan Xalq Cəbhəsi Əli Kərimlidir. İkinci varsa mən görürəm. Aya hardadır da nə təsir edir İlham Əliyevə? De görək, hamısı içəridə deyil mi? Üçkə dənəsi ucu boy eləyir, başqası sən göstər, mən deyim, sən düz deyirsən. Aya başqası heç, yenə bunların adı sada var, başqasının heç adı da yoxdur. Yəni, özün deyirsən ki, 5 nəfər belə bir yerə yığılanmaz Azərbaycanda, imkan verməzlər. Mən sənə deyim, Əli kəndi çöldə olsa da hələ mitingin vaxtı deyil. Azərbaycanda bu dəqiqə mitingə qalq hazırda deyil. Abi bir dəqiqə, Qurban kimin adamdır? Qurban oldu, nə poxdur? Vasif Talıbov, Naxçıvan klanı. Yəni, Qurban Məmmədov hökumətin adamıdır, eləmi? 100%. Qurban Məmmədov axırıncı miting atmiyet olundu, Cəmil Həsən Amerikadan zəng elədi. Qurban Məmmədov dedi ki, bir də miting olsa, mən dedi kanaldan durub gedəcəm. Bir də o gündən bu günə miting olmayıbdır da, Qurban hökumətin adamısı deməli, o demək ki, əlaqələrim. Ona mən də qulaq atmışam, mənə bax. Adın yaza bilməyən bir daha paraşa bırakır, sözü düz çıxır. O demək diyor ki, Qurban Məmmədov onu dedi, belə də oldu. Qurban Məmmədov paraşadı, bıraxdı. Əli Kərim'in başını yardılar, cəbhəni dərbədan edilər. Ondan sonra Əli Kərimli də cemaata göre icazəsiz mitingə çıxdı, başı yardırdı. Bütün xalq deyirdi ki, icazəsiz miting, icazə ilə olmaz. Bu da icazəsiz. Elədi, xalqı deyəni elədi Əli Kərim'dir. Başı da yarıldı, Fuad Qəhrəmanı ölümdən qutardı. Xalq Cəbhəsinin bir partiya kimi dəfələrlə də neçə il üzvüsünüz. Xalq Cəbhəsinin bir platforması var mı? Bir dənə platforması. Hamısı var. Özdə yekə jurnalda 50 dənə vərəq, hamısı yazılı hazırdır, hamısı. Məsələn, Xalq Cəbhəsinin sabahsı günü, məsələn, partiyalar haqqında, təhsil haqqında, səhiyyə haqqında, platformada nə ilə tanış olubsan məsələn? Hamısı var, bir mənalı olar. Ölkəni necə dərləmək lazımdır, demokratiya necə olmalıdır, xalqların hüquqları necə bərpa olmalıdır, xalqlar eyni səviyyədə yaşamalıdır. Nazir süd gölünə üzüb, süpürgəsi
Küçədə acından ölməməlidir. Hamısı var. Hamısı proqram var. Narahat olma. O konkret olaraq partiyanın ilkin hədəfləri, sonraki hərəkət istiqaməti olmalıdır, platforması olmalıdır. Bax, müəllim bir də nətər hamısı var. Məni kim adam Xalq Cəbhəsini bu günə kimi dəstəkləyən adam bilmirəm ki, Əli Kərimli gələndə mənim aqibətim necə olacaq, gələrsə hakimiyyətə. Mən, yəni qadası, sən öz aqibətini düşünürsən, biz xalqın aqibətini düşünürsən. Məsələn, hansısa yaxşı görək, qutar görək, hansısa bir həkim, hansısa bir müəllim, hansısa bir bilmir ki, Əli Kərimli gələndə bu necə dərs keçəcək, təhsil proqramı necə olacaq, təhsil sistemi hansı ölkə ilə necə sverk olunmuş olacaq. Sən niyə yalan danışırsan burada? Gözümə baxa-baxa yalan da. Ağsaqqal adamsan, adam da yalan danışar mı? Sən tam məsuliyyətlə deyirəm ki, Xalq Cəbhəsinin bütün proqramı... Heç nə ilə də mən tanış olmamışam, sən də heç bir cümlə oxumayıbsan, yalan danışma. Sən Almaniya oturumda tanış olmalısın. Mən sən platformamı indən bəyan eləməlidir önəmi. Mən nə vaxt seçkiyə gedəcəmsə, partiya olaraq, qulaq az, Azərbaycan Demokratik Seçki... Qulaq az, mən partiya olaraq seçkiyə gedəndə platformamı xalqa bəyan eləyəcəm. Bir dəqiqə, qadanam, Xalq Cəbhəsi zamanında seçkiyə də gedib. Zamanında hər şey delibdir. Sən bana denən görüm. Xalq Cəbhəsi heç vaxt seçkiyə gedib. Milli Şura ilə gedib də dəxli nədir ki? Deyirəm ki, Azərbaycanda demokratik seçki keçirilməyibdi. Bir dəqiqə bizə söz deyir. Bax, o platforma deyirsən var, proqramı var. O Xalq Cəbhəsinin o proqramı o müsavatın ofisində saxlamaq üçün deyil, evdə saxlamaq. O xalqa təqdim edilməlidir. Yox, o xalqa indidən təqdim edilə bilməz, o bizim əleyhimizi işləyə bilər, qətiyyən mən ona şəxsən bir cəbhəsi razı deyirəm ki, mən platformamı hələ heç bir şansım olmuyor, 10% Xalq Cəbhəsinin şansı yoxdur ki, hakimiyyətə gəlsin. İndidən platformamı xalqa bəyan eləməli deyirəm mən. Nə vaxt demokratik mühit yarancı, seçki mühit yarancı, onda mətbuatda da, mitinglərdə də, televizorda o bəyan olunca xalqa hamısı. Ən azından bildim də, o var, məxfi hərəkətlər var, bir də var açıq, yəni Əli Kərimli deyir, İlham Əliyev bunu belə eləməlidir, belə deyir də hər zaman. İlham Əliyev, çox yerdə deyirlər ki, İlham Əliyev Əli Kərimli örgədir. Bu özü deməlidir ki, mən hakimiyyətdə olaramsa, bu belə eləməliydim, belə eləyəcəyəm. Elə deyil. Bu, yenə deyirəm, sən Avropada, Amerikada seçkilərə bax, platforma nə vaxt elan olunur. Hələ mənim gəlmə şansım yoxdur. Mən indən öz fikirlərimi hakimiyyətə... Valla, mən də bilirəm ki, mən də qabiləmsə, mən bilirsən ki, Xalq Cəbhəsinin dostuyam ki, düşməni deyiləm. Mən deyirəm ki, hər zaman Xalq Cəbhəsi İlham Əliyevin maraqlarına xidmət elədi. Hər zaman, qulaq az, Şuşa alındı, bir dəqiqə, Şuşa alındı, Əli Kərimli, bir dəqiqə. Yalan danışıq, o yalan. Şuşa alındı, Əli Kərimli İlhamı təbrik elədi. Azərbaycanda Ərəbi Hindistanlı tökdülər, bütün İlhamın otellərində xalqımızın ırzına keçdilər, bir dənə səs çıxartılmadı. Bundan başqa, Qarabağda xalqın bir nəfərin dədə baba yurdunu vermədilər, Agil Abbasa qədər çıxdı, danışdı, amma nə Xalq Cəbhəsi, nə də Əli Kərimli belə İlham Əliyevi yaralı yerindən vurmadı. Sadəcə daim elə çıxdım burada, Fuad Qəhrəmanlı mesajını qoydum, bəzilərinin. Dedim ki, bu İlhamın marağına işləyir, bu mesajı Fuad yazmayıb, bunu hakimiyyət ötürübdür. Və indi gəldi burada Fransada Fuad Qəhrəmanlı deyir ki, belə, düz deyirsən. Yaxşı sual ortaya çıxır. Mənim qardaşlarıma siyasi fəaliyyət yoxdur, diplomu da yoxdur. Hamısı da qırmızı qoyublar. Mən siyasətə başlayanlar. Nətər oldu Fuad Qəhrəmanlı gəldi Fransaya? Yox, mən səbirdən söz deyirəm. Fuad Qəhrəmanlı Fransaya getməyindən, hansı yolla getməyi mən bilmirəm. Amma mülahizə üçün sənə deyə bilirəm. Nətər oldu Əli Kərimli gələ bilmir? Qulaq asla, ola bilər Fuad Qəhrəmanlının banklərə borcu yoxdur, heç bir ulus fayda... Mənim banka borcu nə dəxli varsa, niyə hinicinə qatıysan ki?
Meğer banca borcu olana kırmızı koydular. Azerbaycan'da banca borcu olmayan var mı ki? Kraslı o adama koydular ki burada bunun cinayeti var, büyük cinayet törədib de başırsam hamiye kırmızı koydular. Xalq Cəbhəsinin 100 min üzvü var, hamısına kırmızı koydular. Əksəriyyətinə, mənim niyə qohumlarıma qoyublar? Demək Xalq Cəbhəsi İlham Əliyev maraqlarına uyğun adamlar da. Sen erkekte sen hakimiyeti arasın neler koymuşsun. Ben sen kırmızı koyucular. Ben sen öyle danışırsan ki. Sen özünle Fuat Kahramanlı bir terazi ne koysan ki sen 9 il elinde efir var. Özde sen de bakırsan çoktu ama sen dinliyor da. Ben sen kırmızı koymalılar da sen. Adam mənə qırmızı qoydular, cəhənnəmə qoysunlar. Mənə 16 il iş veriblər. Mənim bax qardaşlarıma, qohumlarıma. Kardeşlerine de sana göre. Sana göre. Niyə bax bir qayınlar, baldızlar, bacanaqlar, niyə hamısı da bunlar axı siyasətçi olan deyil, bunlar belə piçimasın, o qoyun otarmaqdan başqa işlə bilmir. Sen Azerbaycan'da bir nefer siyasi arenaya atılıpsa, hakimiyete muhalifse onun neslinin hamısı araştırılır, hamısı da kırmızıda koyurlar, işten de çağırırlar, yaşamalı. Yaxşı, indi bu Əli Kərimov müavinləri dünyanı gəzir. Bunlar siyasətçi deyilmi? Ya İlham Amayni olmur mu? Nətər bunlara qırmızı qoyulmur? Şimdi dünyanın gezen kimdi ki? Maşallah Seymur Həziq, Fuat Qəhrəmanlı, kim? Seymur Hacı'na getir. Seymur Hacı mənim 5-6 yıl Azerbaycan içine O da o gün Türkiyədəydi, nə danışılan 3 ay bundan qabaq 4 ay. Türkiye Azerbaycan gibi diktatör ülkesidir. Sən də fərqi nədir? Türkiyə getdin, Amerikaya getdin, fərqi yoxdur ki, ölkəni çıxa bilirsən. Türkiye, İran'a, Rusya'ya gitmesi o sayılmır. Sen Avrupa, Amerika. Neyse, Allah hamısının canını sağ eləsin. Əlbəttə Azərbaycandan var. Mən özüm... Yadında saxla, qabil. Ola bilər, mənim yaşımdan çoxdur. İlham Azərbaycanla müxalifət yoxdur. Adı var. Başqalarının heç adı yoxdur, bir dənə Xalq Cəbhəsinin adı var. Azərbaycanda İlham Əliyev istədiyi kimi müxalifətçilik eləmək mümkündür. İstəməsə quş da uçmaz orada. Hamı deyirdi ki Əli Kərimli tutuldu mu qurban diye gedilmişdi. Əli Kərimli həbs olunma, niyə həbs? Mən də deyirəm Əli Kərimli DTK-da niyə saxlayıblar kral kimi orada. Əli Kərimli növbəti force major hallarda prezident gətirmək üçün saxlayıblar orada. Yaş, niyə istəmirəm, istəyirəm. İstəyirəm, niyə istəmirəm? Adı deməli, İlham Əliyev axırıncı variantıymış, elə bu ya Rusiyanın. Dəyişərsən, istəyirəm. Bunları Paraşanı bırakırlar. Paraşa nədir? 13-cü ildə məktub yazmamışlar mı Putin'e? Kim yazdı? Milli Şura. Əli Kərim'in o məktəb xəbəri var deyirsən. Milli Şuradan niyə xəbəri olsun onda? Əli Kərimli Milli Şura yarananda orada 5. bir figür idi. Əli Kərimli Milli Şuradan sonra en tezi 6-7 ildir lider kimi qalxıbdı. Mən Əli Kərimli çox üzərinə getmirəm. Əli Kərim, yəni Azərbaycanda mümkün deyil. Bəyək dedin, Azərbaycan, daha bir şey deyim, Kim Çen, orada kişi bir dənədir, Kim Çendir. Heydərin də vaxtında eləydi, daha Heydər Əliyev. Kişi bir dənə ölkənin başındakı Heydər Əliyev idi, belə deyək də. İndi qadam hansısa bir direktora deyirsən, prezidentə şikayət eləyəcəm, ya Uçaskovya, deyir prezidenti də belliyim, arvadını da, ged elə. Eləməyənin var yoxunu belliyim. Ölkə, hər rayonda qulaq az, 10 dənə prezident var indi. Bizim ölkəmiz Türkmenistandan da betərdir. Şimali Koreyadan da betərdir. Ben sana bu kulağıma 10 defa cevap vermişim. Yine 11 olsun. Heydər Əliyev öz gücünü hakimiyete gelmişti. Hiçbir kuvvet getirmemişti. Biraz Rusya kardeşleri. Süleyman Demirel o Raşın balası kömək eləmişdi. Öz də çıxdı dedi ki, mən gətirmişəm. O vaxt Rusun da başı qarışıq idi Amerikanda. Kalk iyi Süleyman Rüstəm Yeşəkə danışmana bakma. Süleyman Rüstəm yox, Süleyman Demirel. O da bax, axırıncı bir Demirel. Demir yumruq. Ben izlemişim. Kulak. Heydər Əliyev Süleyman Rüstəm'den de güçlü siyasetçiydi. Öde DTK generaldı. Heydər Əliyev'e heç kim güçlü siyasetçi olmaq yer eləmir. Özünə arxa tapıb qabağa basılmaq lazımdır. Güçlü siyasetçi nə olsun, Əli Kərimdən gücü yox. Azerbaycan Rusya ile İran'la qonşu, için belirən qonşudur. Əlbəttə ağıllı siyasetçi hər iki ölkəni... Elə demədən, ama burada o şey yadına salıram. Deyirdin, Elçi bəyin tramplin kimi belinə bastı, gəldi. Bəli.
Aysə qutardı getdi dana. Və indi xalq cəbhəsində gedib Elçi bəyin gül qoyur, Elçi bəy yolu gedir. Heydər Əliyevin şeyini. Sən daha bir daha söz deyim, sən siyasətin rəzayəti Ulus barədə mən sənə danışım bil daha. Hayır, siyasetim zayıf olabilir. Siyaset Ərəb sözüdür. Bir dakika. Siyaset sual vermedim. Ərəb sözüdür. Siyaset oyun deməkdir. Oyun deməkdir. O gün başka varyant olabilirdi gedişat. Bugün başka kod oynama. Şahmat oyunudur. O ne demek? Lazım onu geri de çekilmek lazım. Qulaq as da, qulaq as sən deyim da. Bir gün Əli Kərimin yerinə mən olsam, aparıb Elçi bəyin qəbri üstə gül qoyacağım. Deyirəm, niyə? Niyə? Mən Elçi bəyin adamam. Bir günlərim Elçi bəyin həyatda nüfuzu çoxdur. Var. Biz istəməsək də onu sevənlər var. Necə Məhəmməd Əmin sevirlər, Elçi bəyi də o cür sevənlər var. Aya ne olsun geri zekalı millet dana. Bizim millet İsrail-İran söhbəti olanda bölünür. Yarısı İsrailçi olur, yarısı İrancı birbirini kırırlar. İndi milletin yarısı ya yarıya qədəri qoyundur da. Azərbaycan xalq cəbhəsi Əli Kərimlə düşman lazım deyil. Biz dost olmalıyıq. Biz özümüzə düşman çoxdur. Elçibəlçilər də özümüzə düşman eləyə bilmərik. Mən yalanla, palanla aram yoxdur. Sən bir tərəfdən deyirsən ki, Elçi bəyi, Heydəri Elçi bəy gətirdi, tramplin rolunu oynadı. Bir tərəfdən də deyirsən ki, bəs biz Elçi bəyçiləri özümüzə düşmən. Qoy mən haqlı olum, müəyyən insanlar mənə qoy düşmən kəsilsin. Belə bir misal var, eşitmirsən? Eşitməmirsən? Biləm, eşitmişəm. Belə bir söz var, deyir ki, elə həqiqət var ki, yalana bənzəyir, danışma. Ama ama elə yalan var ki, həqiqətə bənzəyir, danış. Sən siyasetin vərəqləri çox deyil, vərəqlə qabil. Orada vaxtın var, vərəqlə. Açı, mən onu da bilirəm ki, bax, elə Avropada ölkələr var ki, trilyon büdcəsi var, trilyon, üdeyimi trilyonlardır. Ama oranı 18, 25, 32 yaşında qızlar idarə edir. Prezident 30 yaşında qızdı. Müdafiə naziri 32 yaşında qızdı. Ay ki, siyaset vərəq. Bər bax, Biden'lə güclü siyasetçi yox idi. 4 il Amerikan başında oldu. Niyə birdi? Nə qədər? Sadəcə 100 əyri xətti bir düz xət kəsir. 100 əyri xətti bir düz xət kəsir. Sən haqlı ol. Ya, mənə bax, qulaq. Haqlı olanda da haqlı ol. Haqqı lazım olan yerdə işlətməlisən. Sağa sola çarpıb əlində işlə qalmır. Sən hindidən o haqqı ora, o divara, bu divara vursa, finişə əlində işlə qalmayacaqsan. Başa düşsə, bunları bilmək lazımdır. Haqq məndədir, bəli. Nəsimi nə deyirdi? Haqq məndədir. Allah mənəm deyirdi. Başa düşsə, dərisini soydular. 600 yıl bundan qədər dərisini soydular. Birlə hamı Nəsimi haqq sayır. Vaxtında söz, qabil. Sözü vaxtında deyəndə gözəl olur. Vaxtında yetişməlidir o. Oldu gözümün işığı. Oldu, var ol, sağ ol, çox sağ ol. Bərxudar ol, bərxudar. Səndən xahiş Əli Kərimin əleyhinə danışma. Mən danışanda da sən yanında danışıram. Mümkünə gedirdən sən Əli Kərimdir, həqiqi mənada mən bir nasıl reşdə lazım deyirəm. Mən nə deyirəm ki, açı. Amma mən haqqımla haqqa verə bilmərəm. Ay gözəl insan. Özlüklə valifdir, yetişibdir, proqramı da var, hər şey öz qaydasındadır. Allah deyən olsun, Əli Kərimdə bu ölkən başqa gələcəkdir. Eşq olsun Əli Kərimdə, eşq olsun Qabilə. Sağ ol, var ol. Mən özümdən sonra ən layiq gördüyüm adam prezidentliyi Əli Kərimlidir. O nə deməkdir ki, mən kim olur olsun gəlsin, kim bacarıqlıdır ölkənin başına gəlsin. Yetər ki bu sümsük getsin. Yetər ki bu sümsüklər getsin, sümsüklər. Hər neysə. Canlarım, ciyərlərim, bir dənə yayımı bəyənin. Bəyənin, bax, şərəfli nə qədər insan var, hamısına deyirəm. Bayaqdan belə zənglər çoxdur. Zənglər çoxdur. Yenə deyirəm. Heç kim deməsin Qabildən başqa oğlan yoxdur, siyasətçi yoxdur, bacarıqlı adam yoxdur. Bu mənə ziyandır. Başqa adamları sevənləri, başqa bloklarda olanları qısqandırmaq deməkdir, mənə qarşı qoymaq deməkdir. Deyinə ki, Qabil 5 dənə adam var, 10 dənə, lap 50 dənə, onun biri də Qabildir.
Yəni heç kim yoxdur. Bundan başqa siyasətçi yoxdur demək. O insana ziyan verməkdən başqa bir şey yoxdur. Xalq cəbhəsi vaxt var idi, daha böyük idi. İldən ilə zəiflədi, aydan aya zəiflədi, sıraları tərk edildi. İçindən zaman zaman xainlər çıxdı. Əli Kərimli düz deyir. Bir yandan üstümüzə tankı sürdülər, bir yandan üstümüzə belə paçka pulları göstərdilər. Bəli, xalq cəbhəsini qınamıram mən. Azərbaycanda olan mübarizə aparanları qınamıram mən. Məni kimi bir adamı Almaniyada nə özümü, nə yoldaşımı, nə uşağımı işləməyə qoymurlar. Baxın, Qurban Məmmədova 2 dənə kart qoyub, nə bilim Kapital Bank, Sberbank, neçə illərdir pul yığır. Əcaba, bircə nəfər bilsələr ki, Qabilə pul göndərir, kart qoyubdur. Neyniyərlər? Mən pul gətirir, 5 nəfər, 3 nəfər var, pulu nə tər gətirirəm? Hansısa bir ölkədə adam tapıram, onun kartına yüklətdirirəm. Bu yox, ikinci əl qorxur. Sonra daha sonra başqa bir ölkədə başqa bir adam tapıram, ona yüklətdirirəm. Sonra oradan da özümə yüklətdirirəm. Baxın ha, pulu bir mənə göndərsənsə o 100 manadı, o mənə bir həftəyə, 10 günə gəlib çatır. Təsəvvür edirsən? Əli Kərimi 3 manatdan yığda, yadınızdadır, kompüterlər xarab olanda zalda iclas elədi. 3 manatdan, kömək eləməyə, 5 manatdan. Gördünüz nətər töküldülər, apardılar. Gördünüzmü dəyərli həmvətən? Baxın ha, İlham Əliyev gözəl bilir ki, maliyyədir. Müxalifəti müxalifət eləyən maliyyədir. Ona görə maliyyəni kəsir. Maliyyəni kəsir. Ölkədə 2 adamdan danışırlar. 2 adamdan. Biri İlham Əliyevdən, bir də Qabildən. Bunu mən demirəm. Bunu mən səviyyəli adamlar, Osman qızının kanalda da dedilər. Osman qızı da həmən yeri kəsdi, tulladı. Çox paxıl qızdır ha. Qız da öyle, nənədir. Çox paxıl nənədir bu Osman qızı. Osman qızı da öyle. Qız da deyirlər, adını sanki çıtır-mıtır kimi göstərirlər. Osmanın nənəşka qızı deyək, hər nəysə. Yenə Sevinç Osman qızı mən hədəf alacaq. Ay Sevinç, mənim sənlə işim yoxdur. Ay Osman qızı, mənim sənlə işim yox. Söyüb eləmirəm, Hasan. Nabora sən mənim söymüsən bir neçə. Söyməyə Mirzəliyə deyib ki, mən söymüşəm. Turala deyib. Bir də görəm ayıma deyib söyə. Burada bir dənə yüngülvari bir şey deyəndə məsələ, nənə deyəndə, nənədir də, nənə, nə olsun, nənədir də Osman qızı. İndi bunu elə deyəcəklər, aya, gedib birinin üstə 5'ini qoyub çatdırırlar, adamın da vaxtı yoxdur məni izləməyə. Elə deyir ki, Qabil məni söydü. Hər nəysə. Dəyərli vətən, məni kimi bir adama, məni kimi bir adama neçə nəfər kömək eləyə bilir? Kim kömək eləyə bilir? Kim kömək eləyə bilir də? Düzdür, sağ olsunlar, 2-3 dəfə, 4 dəfə ağır problemlər oldu. Türmənin qapısının ağzında oldum. Maşın stuk elədi, motor təhlükəsizlik məsələsinə görə problemə düşdüm. Bundan başqa dəyərli həmvətənlərim, hər zaman ev tez-tez dəyişirəm, zaman-zaman kömək eləyiblər, sağ olsunlar. Onda həmən vaxtda çox səsləndik, 10-11 nəfər kömək elədi. Yəni 10-11 nəfər kömək elədi, 2500 euroya qədər. Sanki elə də danışıram ki, elə bilirlər. Daha sonradan bir nəfər Rusiyadan mənə bir divan aldı. Və 2 dənə də şkaf aldı. Sağ olsun. Yəni elə danışırlar ki, yəni sanki bir də görsən burada pula səslənirəm. Deyirəm, ay qardaşı, pul lazımdır da, göndərin, kömək eləyin. Sonra səsimi çıxartmayıram utandığımdan. Elə bilirlər ki, sanki Qabilə sel kimi gəldi pula ki. Ay qardaş, 2 ay ərzində mənə nə qədər pul gəlibdir? 2 ay ərzində. Onun biri mənim nənəmdir göndərən. Doğma nənəm deyil də. Biri nənəmdir, mənə oğlum deyir. Oğlu ki, mənə çox istəyir. O heç, onun siyasətə aidiyyatı yoxdur. O mənim uşağıma yaz paltar almaq üçün kömək elədi. Bir nənəm, bir də bir cavan oğlan sağ olsun, 250 manat kömək elədi. Başqa kim kömək elədi qadın alım? Üst-üstə yığsan 2 ay ərzində 500, 600, uzağı 700 manat, yəni 300-400 eurodan artıq kömək eləmədilər o nənəmi çıxmaq şərtindən.
Nənəmi, burada şahidi olanlar var da, indi adlarını çəkmək istəmirəm. Burada məni izləyirsiniz axı. Mən yalan danışanmar ama. Yəni indi bir götürün də, özdə elə bir vəziyyət oldu ki, indi bilənlər bilir ki, mənim problemim oldu bu ayım. Maliyyə problemim oldu. Hər nəysə, 2 ay ərzində mənə ən azı 1000 eurodan yuxarı pul lazımdır. 2 ay ərzində o paltar pulunu çıxmaq şərtilə 500 euro pul elə də aşağı yuxarı oldu. Yəni, məni kimi bir adama dəstək ola bilmir. Cəmi 5 nəfər dəstək ola bilir. Kasıb adamlardır. Hamısı pensionerdir, fəhlədir. Vallah fəhlədir, pensionerdir. İndi yaxşı. Yaxşı, mən, dəyərli həmvətənlərə, məni belə elə günə qoyur. İndi o biri blogerlər, hamısı işləməyə məcbur oldu. Hamısı işləməyə məcbur oldu o yazıqlar. Kömək eləmədiniz. Çox siyasi fəallarımız kömək eləmədiniz, deportasiya oldu. Gürcüstandan o Talış oğlan axırıncı və Rəşad Rövşəndir, nədir, deportasiya oldu. Çox siyasi fəallar vəkil pulu tapmadı, məhkəmə tapmadı və yaxud Gürcüstanda ac qalmaqdansa geyim Azərbaycanda türmədə yatım dedilər. Elələri də oldu. Talış, Rəşad. Sözüm indi ondan getmir. Xalq cəbhəsini mən heç vaxtı qınaya bilmərəm. Azərbaycanda onları tuturlar, həbs eləyirlər. Ailə üzvlərindən heç kimə iş vermirlər. Onlara iş verənə zorakılıq eləyirlər. İstəyirlər ki, arvadı, anası, başçısı, qızı əxlaqsızlıq eləsin. Videosunu çəksinlər. Buydu mu qeyrətli oğlan deyib aşağılasınlar. Bəli, dəyərli həmvətənlər. Bəli, dəyərli soydaşlarım. Artıq elə bir vəziyyət gəldi ki, yenə əvvəllər kömək eləyən çox olurdu. Siyasi məhbuslara, cəbhəçilərə, əməliyyat olanlar var, vəkil tutanlar var. Elə bizim özümüzə də. Əvvəlki illərdə kömək eləyən çox olur. İndi olmur. Cəmi bir nəfər mənə biraz iri pul göndərdi. O da məhkəmə cərmələri getdi. Məhkəmə cərmələri getdi. Bir də axırda xırda başqa bir cərmə var idi. Onu bilənlər bilir. Onu Elşad qardaşım bilir. Elşad qardaş bilir. Vəssalam, getdi. İndi sözüm indi ondan getmir. Sözüm ondan gedir ki, dəyərli həmvətənlərim, çox dəhşətlidir. Bir tərəfdən milyonları göstərirlər, 100 minləri göstərirlər. Ya bunu götürüb satılmalısan, bir tərəfdən də tankı üstümüzə sürürlər. Yoxsa da öldürəcəyik. Dəyərli həmvətənlərim, vurulanlara baxın, hansı fəallar vuruldu. Vurulanlara baxın, necə vuruldular. Dəyərli həmvətənlər, mafiya vasitəsindən verbovka eləyirlər. Hətta kart məsələsi oldu, yadınızdadır mı? Məhəmməd Mirzəli də dedi, kart məsələsi oldu. Gördünüz? Sonra vurdular. Deməli, nə eləyirlər? Deyirlər, qaqa, bir sənə var, davayda da bu xırda bir çərçivə cizirlər, xırda çərçivə. Buradan çölə çıxma, hər ayda karta 3000, 5000 yüklənəcək. Buradan çölə çıxma. Başqa da iri problemin varsa maşındır, nə bilim, iş yeri, nəsə həll eləyək. Və bunu danışan mafiya olur, mafiya. Bunu danışan mafiya olur. Və sonra vururlar. 100% mən deyirəm, Vidadi İskəndərini vurublar. İlham Əliyev öldürdü. Amma onun içində Mübariz Məsimov da var. Bu işi tələsdirən, mafiya ilə bir balaca, bu işin içində Mübariz Məsimov olduğunu hiss edirəm. Bax, dedim ha, demədi deməyim. Yadınızdadır, Mübarizi söyməyini qoydum ortaya, qoydum ortaya. Dedim ki, çox getməyəcək, vuracaqlar bunu. Mübariz dedim, söyləsi adam deyil. Söyürsən, necə olmasa özün söydü, ailə uşağını, qızını niyə söyürsən? Hə, Mübariz daimi forzakonlarla oturub duran adamdır, o belə pis çıxmasın, bir dənə onun şeyi çatmır, titulu, bir sxotka olan ona titul verərlər. Vəssalam, o adam çox təhlükəli adamdır.
Çox təhlükəli adamdır. Kim ki üzdən belə baxırsan, üzdən belə çox yaxşı adam oxşur, ondan təhlükəli adam yoxdur. Bəli, Mübarizin də verdi də, yetim oğlu yetim verdi də, yazıq verdi də. Mənim adamımla bir yerdə 40 mini götürüb Vidadi ilə Vidadinin qardaşı 40 min evronu. Mənim adamımla bir yerdə. Mənim adamım deyəndə hamınızın tanıdığınız bir adama Vidadi deyib ki, gedək pulu götürək, qorxuram. Pul göndərmə, problemim var. Bu da nə bilsin də, bir adamdır da. Gedib gör ki, qardaş da oradadır 40 min pul. Salafanda. 170 min pul göndəriblər. Axırıncı Vidadi nə deyirdi? Çekləri bir-bir göstərməyirdi mi çekləri? Bir-bir çekləri göstərirdi. Nə bir 20-30-40 min. Dalınla 40 min götürdü. Dalınla da 50 min yoxsa nə qədər pul gəldi. Bir də prokuratura sırası sanksiya verdi ki, bu pul hardandır bir mənbəyi araşdırılsın. Vidadi də dedi ki, ay Mübariz Məsimov, sən mənə bir dənə deyən ki, bunun qızı institutda oxuyur, ona görə verirəm. Qızı da piyanıyla da oxuyur, hansısa musiqi məktəbində oxuyur. Bir dənə dedi ki, mənə deyən ki, bu qızının institutuna görə. Mübariz də dəlidir mə? Dəlidir mi desin ki, Vidadiyə mən pul göndərmişəm qızına görə ya fərq eləmir nəyinə görə? Mübariz qorxusundan onu eləyərmi? Azərbaycan tək İlham Əliyev deyil, İlhamın xoşuna gəlsə də Mehriban minəcək. Bunların xoşuna gəlsə o birisi minəcək. Vidadi İskəndərli nə qayırırdı? Vidadi İskəndərli nə problemi var idi? Son zamanlar araq başına aparmışdı yazını. Son zamanlar başını alladıb məni söydürürdülər. O gün biri belli də, Vidadi ölməmişdən qabaq madəyə çıxdı. Dedi ki, Allah öldü. Dedi, prezidentin dedi, eks-prezidentin qızı mənə zəng elibdir. Dedi, nədir? Dedi ki, bəs belə-belə, dedi, mənim sərvətim qalıbdı atamdan, eks-prezidentin qızıyam. Birinci kim mənə cavab verərsə, mən onunla bir yerdə o sərvəti yiyəcəm, böləcəm. Yadınızda da internet üzərindən gəlirlər də belə şeylər var ki, deməzsənmi, mənə böyük xəzinə qalıbdı, mənim babama oxşuyursan, mənim babamın adına oxşuyur adım, nə bilim belə, yadınızda belə şeylər çox oldu ha bu aralarda. Bu son 5-10 il ərzində. Belə Mecdunarodnu, nətər deyim, maşeniklər. Bir də gördün deyirlər, gəlləmə, filan kəsi öldürməyə, məni söyübdür. Yəni, Vidadi İskəndərli düzdür, çox əməyi var. Onun haqqını danmaq olmaz. İlham Əliyev öldürtdürübdür. Amma orada Mübarizin də əli olduğunu hiss edirəm. Adamı tək öldürmürlər. İlham Əliyev göstərişi veribdir. Ölməlidir. Amma kim pul buraxdı, kim neynədi, o kriminalları kim tapdı, nə bilim neynədi, nə vardı? Bunlar hamısı sabrazim eləyirlər də, belə deyək. Bütün hallarda dostlar, qardaşlar, canlarım, ciyərlərim, bütün hallarda hamısını öldürən İlham Əliyev olubdu. İndi sözüm indi ondan getmir. Son zamanlarda heç mənlə ulduzu barışmırdı. Ancaq mənim ailə üzvlərimi söyürdü Vidadi İskəndərli. Son bir ay ərzində. Yəni, onun da qardaşı birbaşa hökumətin adamıdır, ha biləsiniz. Qardaşı da birbaşa hökumətin adamıdır, onu da deyim sizə. Qardaşı Vidadin, özü Vidadi mənə deyirdi ki, mənim qardaşım hökumətin, tək mənə yox, çox adamlara deyirdi. Çox adamlara deyirdi ki, mənim qardaşım deməli, hökumətin adamıdır. DTX-in adamıdır. Niyə görə bax, Vidadiyə ən çox kömək eləyən biz, onun yas mərasimində, hər şeylə. Niyə görə bizim yanımızda yer almadı, getdi Qurbanın yanında, ABA TV-də Teymurun yanında yer aldı? Niyə? ABA TV ilə Teymurdan və yaxud Turaldan, başqalarına mənim davam niyə düşdü? Osman qızınla mənim davam niyə düşdü? Qurbanın yanında olduğuna görə.
Görürsünüz bugün mən dağıldı, nə bilim neynədir, nə ağardılar. Mənasız bir şey. Salam abi, zəng elədin amma götürəmədim. Buyur, nə məsələdir qadın alım bir necə. Belə qoyuram ki telefonu, belə qoyuram ki səs yaxşı gəlsin mikrofona. Buyur. Acaba elə gün götürmədim. Mənim pulum olsaydı yaxşı götürərdim telefonu, ona görə. Məsələn, mənə tema tapmadın deyəm. Ben o Xalq Cəbhəsinin üzvü hələ Süleyman Rüstəmlə Süleyman Dəmirəli ayıra bilmir. Hələ bir ayağa da qalxmaq istəyir. Sən 3 dəfə ona dedin ki Süleyman Rüstəm yox, Süleyman Dəmirəli, o yenə də dedi ki Süleyman Rüstəm. O düz deyil, o kişinin sözü bir dənə o var. Düz deyil. Bakını sel aparıb qardaş, Bakını sel yox, Bakını hələ bu yaxınlarda zəlzələ dağılacaq. Hələ bu doludan sonra zəlzələ də gözlənilir. Bu məlum məsələdir. Bakını nə qədər tez dağılsa o qədər yaxşı. Bəlkə Bakının canı dincələr. Bakıda Bakılı qalmır. Bakılı ancaq kənardan gələnlər hamısı məhv elədilər. Bu bir. İkinci, İlham Əliyevin Türkiyəyə getməyi onlara başsağlığı vermək üçündür. Usulu vaxtlayır, o usulun bərkizmək üçün Kler üçün gedib oraya. O da Kler bilmirəm, verəcək Erdoğan ona ya yox. Üçüncü, İranın dağılma məsələsi. Biz 10 milyon xalqın qaydına qala bilmirik. İranın qaydına qalmışıq, İran dağılacaq, dağılmayacaq. Hamı da düşüb İranın üstünə, İran dağılacaq, hə, dağılsın. Görək bunların qardına nə gedəcək. Görək bunların qardına nə gedəcək. Görək qardına. 10 milyon xalqın 2 milyonu heç Azərbaycanda qalmayıb, onun qaydına qalmalılar. Günü gündən qiymətlər qalxır, onun qaydına qalan yox. Üstəlik deyirlər ki, inqilab, inqilab. Oturursan bir yerdə söhbət edirsən, hamı belə sakit qal apararlar, sakit qal apararlar. Bu millətlə hansı ayağa qalxmaq olacaq, mən bilmirəm. Hamı özünə siyasətçi deyir, siyasətçi deyir. Siyaset stoluna oturanda hamı yanın çörüdür, məndən uzaq olsun. Mitingdən. Bu iki. Düzdür, düz. Miting yox, nə miting? İndi sabah indi yığılaq deyəm ki, ay cəmaat, gəlin qədəyin heç uzağa yox, rayon mərkəzində 5-10 nəfər qədəyin icra hakimin qabağına. Bu külə əsən kimi işıqlar sönür, qaranlığa qalır. Hamı deyəcək, hə, səhər çağı gəlsinlər, maşına oturmağa bir nəfər tapılmayacaq. Razıyam sizə. Bu razı yox, fakt bu da. O vaxt bizə biri var idi, Allah rəhmət eləsin. O işi haqq hesabına dedi ki, mən indi bir dəqiqə rayondan gəlirəm, o icra hakimi qayıt dedi ki, həmin kənddən kim gəlsə bura birinci onu düzəldəcək. Bir də baxdı, gördük ki, Həndəvərdə heç kim qalmıyor. Hamı qaçdı getdi. Bu millətlə hara getmək olar? Nəyə düzəltmək olar? Bax, indi baba bu mayaya gəl, mayaya. Qaz qiymətləri qalxacaq. Elektrik enerjisinin qiyməti təzədən qalxacaq. Yanacağın qiyməti təzədən qalxır. Bunların da qiyməti qalxandan sonra ərzaqın da qiyməti qalxacaq. Sərhədi buradan bura keçə bilmirik. Gələk mən 500 manat verəm, samolyota oturam, samolyotla gedəm. Abi, sana bir sual verim qadası. Azərbaycan deməli bir gün ortaya çıxdı. Mən demirəm ha bunu. Rəsmi xəbərdir ha. Rəsmi xəbərdir ki, Azərbaycan dayanmadan elə neçə aydır daşıyır. Xaçaturyanı verdilər, dalınla vagonlarla neft, vagonlarla un, vagonlarla ərzaq. Getdi, axırıncı vagon dünən yox sırağa gün getdi, 22 vagon. Ermənistandan da bizə nə gəlib, nə mal gəlib onu deyiblər. Cəmi 1632 manatlıq, baxın ha, Ermənistandan da bizə cəmi cümlə rəsmi xəbər paylaşdı da göstərmək istəmirəm. 1632 manatlıq qızılgül gəlibdir. Qərənfil gəlibdir. Biz, demək ki, biz bu məzələnirlər ya bizdən. Qərənfili, qızılgülü meydin üstə qoyurlardan o ki, əsas da qərənfili, qırmızı gülləri. Bu deyəsə, Paşinyan qəsdindən 1632 manatlığa ki, yəni 1000 dollarlıq bizə qızılgül qərənfil göndəriblər. Başqa heç nə. Biz də bəlkə də 100 milyonlarla, bəlkə də milyarda yaxın mal göndərmişik. 1 milyarda yaxın.
Qadın alim İlham Əliyev deyəsən dayılarına yaxşı qulluq eləyir. Bu anlamda dayılarına güllə atanların hamısını mələdir. Sizin oğlunuz qarışıq, eləmi? Amma sən olmazsan ki, görsən kişi dayısına elə hörmət edəri. Biz niyə dayımıza kömək eləyəmirik? Boy. Nə eləyə bilirsən? Bir yana demək ki, dayımın birini gətirmişəm yanıma. Deyə bilərsən? Dayıma hələ mən bir dənə şokolad nə deyək, 1 manat, 1 qəplik hədiyyə alınmamışam heç birinə. Heç ölüləri düşüb ölülərinə gedənməmişəm. Ondan da o danışma da. Bax kişi gələ dayısına elə hörmət edir. 100 milyonluq xərcliyi dayısı, dayı da ona 1600 manatlıq cib xərcliyi verir. Bax belə oğuldan danışır. Sən də deyirsən mən... Valla bax burada deyim, bax babam öldü, ana babam gedənmədim, onda uşaq idim. Anam öldü, vayini dəydim, gedənmədim. Hərbidə idim. Ata nənəm öldü, gedənmədim. Ata babam öldü, gedənmədim. Dayım oğlu öldü, gedənmədim. Ay nə yasa gedə bildik, nə bir şeyə gedə bildik. Vayini də olduq, vətən dedik. İçinə tüpürün belə vətənin ki, orada mənim millətin, xalqın namusunu dombaldıb qayracaqlar. Buyur bəy. Ondan danışırsan. Bax, indi bəyəqlər o bəy danışır, deyir ki, İran dağılacaq, nə bilim, Amerika özü 500 milyard dollarlıq itirib o şey. Hə, valla. Bəyəkçi ağsaqqal görmüsən mi? Dediyimi deyəcəm axıra kimi. Nə deyim ona? Mən ona bir dənə sözünə xoşum gəldi. Onun bir dənə sözünə xoşum gəldi. Dedi, kişinin sözü bir dənə. Dedi ki, mən bu siyasətlə belə gedirəm, belə də gedəcəm. Mən ona bax, 250 cavab deyirəm ki, aferin. Aferin. Valla bir dənə o sözdən xoşum gəldi. Yaxşı, xalq cəhbəsi deyilir, xalq cəhbəsi irəli. Hanı xalq cəhbəsi? 93-cü ildən bəri görsəz bir dənə xalq cəhbəsinin bir dənə mitingi. Hələ mitingi demirəm, bir dənə xalq cəhbəsinin rayonlar üzrə bir dənə nümayəndəsi gəlsin, desin ki, ay cəmaat, ölkənin vəziyyəti bugündədir. Sizin fikriniz nədir? Siz nə eləmək istəyirsiniz? Biz də siz nədir? Heç olmasa bir dənə dəstək uzu, görsəsinin xalq cəhbəsi. Deyim ki, xalq cəhbəsinin falan rayon üzrə, falan kəsi gəlmişdi, belə danışdı. Yox, Azərbaycanda müxalifət yoxdur. Artıq tam bunu etiraf eləməliyik. Mən sənə bir dənə söz deyirəm. Mənə hamı deyir ki, sən musavatçısan. Mən musavatın üzvü olmamışam. Amma musavatpərəstsən. Mövqeyimdə də o kişi dəstiri qalırlar. Yəni, bundan sonra milyon dənə partiya gəlsə, mən o partiyanın üzvü olmayacağam. Çünki mən kommunist olmamışam, komsomolçu olmuşam. O musavat yarananda mən musavatın üzvlüyü istəmişəm olmağa. Ona da mız qoyublar. Bu bir. Yaxşı ki olmayıbsan. Onlar xalq cəbhəsindən də betərdir. Yaxşı ki olmayıbsan. Yox, hələ mən ona görə üzv olmam. Yenə xalq cəbhəsi bir balaca adı var, şərəfli insanları var, həbsdə şərəfli insanlar var, xaricdə şərəfli insanları var. Xalq cəbhəsi sadəcə imkan vermirlər işləməyə, imkan vermirlər. Yoxsa partiyada biraz... Qulaq açsan mənə, mən gördüm ki, yuxarı o musavatın başında oturanlar hamısı satıldı. Ay sağ ol. Mən ona görə üzv vermədim, amma musavatçı kimi mən özümü musavatçı istəyirdim. Mənə onun vəsiqəsi yada lazımdır. Eləmə, heç onu hiss eləmə bəy, hiss eləmək belə, şakası belə təhlükəli. Nəysə, sağ ol, var ol qadam, çox sağ ol, var ol. Təşəkkürlər. Amma bir yana söz deyəm, ondan sonra söndürərsən. Hə. Mən bax demişəm, bunu bax yenə də sənin efirində deyirəm. İran qalib gələcək. Heç kim də deməsin ki, Elçin bu sözü demişdi, mən də o kişi kimi deyirəm, bax siyasətimin üstündə qalırlar. İran qalib gələcək. İsrail ilə Amerika elə özü məhv olacaq, onda deyəcəksən ki, Elçin, vaxt var idi, sən mənim verilişimdə bu sözü demişdin. Yaxşı, var ol, sağ ol. Daşqayıya rast gəlib. O deyir ki, İran dağılacaq, bu da deyir İran qalib gələcək. Hər neysə.